Nəyə görə deyirdin ki, Fərdə 2023-dən başlayaq? Mən 2024 yarımçıq işləmişəm. 2023-ə qulaq asıb sonradan çıxacağam, məntiqə qoşulacağam. Yaxşı, tamam. Mhm. Hə, deyirəm cavabları yoxlayaq. 2023-ün aprel qəbuludur. 1 B, 2A, 3B, 4A, 7Y, 8S, 9A, 10, 3, 4, 5. 11.1A, 2B, 3B, 4B. 12Y, 13S, 14S, 15, 3, 4, 16D, 17B, 18S, 19A, 20Y, 21A, 22B, 23, 1, 2, 3. 24'te 5, 1, 3, 6, 4, 2. 25'te ise 1B, 2S, 3D, Aha, belə. İndi suallarınızı verin. Kimin sualı var? 6.1 təməlmə A yazmışam. Baxa bilərik. Deməli, Korea traveled a lot as it was safe and easy at his time. Uşaqlar, reading testlərin tapılmasında demişdim ki, xüsusilə də readingdə də, listeningdə də bu düzgünü səhvi seçin deyəndə niyə belə çox böyüdü? Aha, orada sifətlərə, rəqəmlərə, feillərə diqqət edək, əksini deyə bilər. Yəni, safe, nə deməkdir safe? Safe, təhlükəsizdir. Təhlükəsiz. Easy, asan. Orada isə bunun yəqin ki, tam əksini deyir. Deməli, bəli, burada isə deyir ki, bir dəqiqə, Korea traveled a lot, çox səyahət edirdi. As it was safe and easy at his time. Onun dövründə, yəni it deyəndə traveling nəzərdə tutuldu, təhlükəsiz və asan idi. Əksinə burada qeyd edir ki, travel was difficult and dangerous at that time. O vaxt əksinə səyahət çətin və təhlükəli idi. Yəni burada səhv ona görədir ki, safe'in yerinə orada dangerous deyir, easy yerinə də difficult deyir. Bu cümləyə uyğun olaraq. 6.2-də nə olacaq mənim? B yazmışam. Prince Henry hired Korea after the latter finished his education. Uşaqlar, hire nə deməkdir? Uşaqlar, hire. İşdən çıxarmaq. Yox, əksinə, işə götürmək. Sinonimləri nə idi hire? İşə götürmək. Employ. Aha. Employ, bir də recruit. Recruit, employ, hire. İşə götürdü. Henry Korea'yı işə götürdü. After the latter he finished his education. Təhsilini bitirdikdən sonra. Bəli, bu cümlə olduğu kimi verilib. Bax, after he finished his education, he was employed by Prince Henry. Eyni cümlədir. Sadəcə burada məhculda yazıb ki, o Prince Henry tərəfindən işə götürüldü. After he finished his education. Yəni, hansısa sözü sinonimində əvəz etməyib ki, deyim ki, tapılması çətindir. Finish education deyir, Henry hire deyir. Eyni cümlədir. Deməli, truedur. Belə. 7-ci suala baxa bilərik mənim. Neçə? 7-ci sual. 7-ci sual. Uşaqlar, true false səhv edən qaldı. 7-ci sualda, ayda, bir saniyə, mən beyaza link atmamışım. Dəqiq, linki bir nəfərə də atmalıydım. Tələbəyəm. Sizin qrupanım. Hə. 7-ci suala baxaq. Which of the given sentences can start the fifth paragraph? 5-ci paragraf hansı cümlə ilə başlayacaq?
Beşinci paragrafı oxuyaq. Nöqtələrdən sonraki cümləni. Not only were Korea's writings, bak writings'i daireye almışam, yani burada yazılarından danışır. Entertaining and very popular, but they also influenced society in unexpected ways. Koreatın yazıları deyir nəinki, not burada inkarlı yaratmır. Not only but also bağlayıcıdır bu. Nəinki deyir əyləncəli və çox məşhur idi. Həmçinin deyir society nə demək uşaqlar? Cəmiyyət. Aha, cəmiyyətə gözlənilməz yollarla influence, təsir edib. People say that he brought the table fork to the attention English society. İngilislər deyir ki, yəni o İngilis cəmiyyətinə, insanlar deyir ki, o İngilis cəmiyyətinə, cəmiyyətin diqqətinə yəni çəngəl gətirib. Then he introduced the word umbrella into the English language. İngilis dilinə çətir sözünü daxil edib. Deməli, bax, orada ilk cümlədə deyək ki, Koreatın yazıları cəmiyyətə müxtəlif yollarla təsir edib, gözlənilməz yollarla təsir edib. Y variantına diqqət edin. Bax, burada da writings verilib. Deməli, orada influence deyil, burada da effect deyil. On various public sections, müxtəlif ictimai bölmələrə əhəmiyyətli təsiri olub. Əhəmiyyətli təsiri olub. Onun sonra da deyir ki, bu yazıları nəinki əyləncəli, həmçinin də cəmiyyətə müxtəlif yollarla təsir edib. Cəmiyyətin müxtəlif hissələri deyəndə, məsələn, burada İngilis cəmiyyətinə çəngəli gətiribdir, sonra İngilis dilinə çətiri gətiribdir, sonra həmçinin his work is also important to music historians, həmçinin musiqi tarixçiləri üçün də vacib idi, onlar üçün də müəyyən biliklər verib. Yəni, müxtəlif sahələri hansı oldu? İngilis cəmiyyəti oldu və tarixçilərdən danışdı, musiqi tarixçilərindən. Digərlərini, məsələn, yəni, qısacası, bax, bu necə uyğunlaşdırdıq? Writing sözü ilə. Yazılarından danışırsa, onun yazıları. Rayazı sözü də bir D-də var idi, bir B-də var, bir də Y-də. B-də deyir ki, Korea's writings brought an innovation to the royal life. Sırf royal nədir uşaqlar? Royal. Krallıq idi, nədirsə belə. Kral həyatına Kral həyat. gətirib. Amma burada təkcə kral həyatı demirək ki, deyir ki, cəmiyyətə təsir göstərib. İngilis cəmiyyəti deyir. İngilis cəmiyyətinə çəngəli təqdim edib. Ona görə kral sözünə görə səhvdir. D-də isə Corvat's amusing writings resulted in social breakdown. Sosial parçalanma ilə nəticələnib. Burada sonra deyirsən ki, sosial parçalanma ilə nəticələnib. Sonra da deyirsən ki, Koreatın yazıları nəinki əyləncəli, həmçinin məşhur idi. Yəni, məntiqi uyğunsuzluq var. Belə. Sonra curious nə demək? Maraqlı. Maraqlı, hər şeylə maraqlanan, hər şey öyrənməyə can atan deməkdir. Sinonimi də interested. Bəs experienced, Təcrübə. təcrübəli, indifferent, Laqeyd. laqeyd, sinonimi. Neydi ayağlısının? Diqqət nədir? Diqqət, qayğı, Careless. Attend. Careless. 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 Bəs şeydir, laqeyd olmaq nədir bəs? Feil kimi. Onları da laqeyd olmaq. Careful. Ignorant. Laqeyd olmaq, etinasız yanaşmaq, ignore, neglect, disregard, regard saymaq da disregard saymamaq, məhəl qoymamaq. Amused, Əylənmək, əyləndirmək. əyləncəli də sifət kimi gedir. Əyləncəli başqa necə deyə bilərik? O da oradan yadıma düşdü, onlarda yazmışdım. Entertainment. Entertaining, yes. Fun. Enjoy. Enjoy əylənməkdir, zövq almaqdır. Educated sinonimləri. Study. Study oxumaq, təhsil almaqdır. Educated amma təhsilli, savadlı. Talented. Enlightened. Hardworking. Talented istedadlıdır. Enlightened. Literasi. Necə? Enlightened. Bir də deyə bilərsən Ayşən. Enlightened. Hə, enlightened. Enlightened. Nəsə belə bir şeydir. İngilis sözünü oxşuyur. Enlightened. Enlightened. Yazmışdım o sözü. Bəli, bəli. Ha, enlightened. Enlightened maarifləndirməkdir. Maarifləndirmək deməkdir. Həmçinin də belə maarifləndirici, təhsilli, savadlı mənasına da gəlib çıxır. Literate çox düşür bir də. Literate sözünə diqqət edin. Educated-nə sinonimdir.
Hə, bu mətndə başqa sual olan? Mən müəllim 15-də bilmirəm bu mətnə Bu mətndə aiddirmi? bitdi. Birinci Deyil. mətndə sualınız. 10 da var, əmin ol. 10 da var məndə. Bax, what did people tend to read about travel adventures? Uşaqlar, tend to nədir? Tend to. Meyil etmək. Meyilli olmaq. İnsanlar niyə səyahət macəralarını oxumağa meyil edirdilər? People tend to read about travel adventures. Deməli, hardadır bu cümlə? People, they also preferred, bax keçmişdən danışır, reading about someone else adventures to traveling. Eyni cümlədir, sadəcə prefer nədir? Prefer, üstün tutmaq. Üstün tutmaq deməkdir. Orada da meyil edirdilər deyir. Deməli, səyahətlə bağlı insanların macəraları haqqında oxumağa üstünlük verirdilər. Since burada üçün mənasını verir. Bağlacılarda keçmişik ki, since deyib, because da as'dır. Üçü də üçün mənasını verir. Çünki səyahət travel was difficult and dangerous at the time. Çünki səyahət o zamanlar çətin və təhlükəli idi. Deməli, səbəb nə ilə ifadə olundu? Since-nə. Buna cavab var. Niyə görə macəralar oxuyurdular? Çünki həmin vaxtda səyahət çətin və təhlükəli idi. Bunun cavabı var. Where did Korea decide to go besides Europe? Besides nədir uşaqlar? Besides, beyond. Kənarda, yanında. Yox. Hə, beyond kənardadır. Yox. Besides başqa şeydir. Besides beyonddan sinonim deyil. Besides başqa. Arxasında. Yox, besides Hə, başqa başqa, mənası var. savayı, Avropadan başqa hara getməyi qərara aldı? 10.2 ortalarda dəqiqə. Hə, mən niyə buranı işarə eləmişəm 10.2? 10 nöqtə neçə idi? O 4-ə çaşdım. 10.4 idi uşaqlar. Hə, tapdım deyə bu hissə. He decided to go beyond Europe. Avropadan kənara çıxmağa qərar aldı. Eventual travel to Eastern Mediterranean, Persia, India. Başqa hansı ölkələrə deyir gedir bu? Mediterranean, Eastern Mediterranean, Persia, İrana, Indiyaya. Yəni ölkələrin adını çəkib. Buna da cavab var. Və 5-də how did Korea's writing influence the community of his time? Dövrünün cəmiyyətinə necə təsir edib Koreatın yazıları? O da bayaq oxuduğumuz cümlə idi, bu hissə idi. Necə təsir edib? Çünki gözlənilməz yollarla təsir edib. Table fork gətirib, çəngəl gətirib, introduce the word umbrella, çətir sözünü ingilis dilinə daxil edib. Yəni təsiri bu olub. Buna da cavab var. Belə. Sonra bir də ki, bax, bugün bir qız 2-ni yola götürmüşdü. Bu Korea get at the college. What specialty? Specialty nədir uşaqlar? Xüsusilə deyil. Specialty no profession. Sənət, peşə. Hansı sənətə deyir? Hansı sənətə əldə edib? Hansı ixtisası əldə edib kollecdə? O kollec sözü var. Onu demir orada. Korea was educated at Winchester College. Winchester Kollecində təhsil alıb, amma ki, hansı ixtisas olduğunu qeyd eləmir. İndi ikinci mətnə keçirik. İkinci mətndə kimin sualı var? Müəllim, mən 12-ni səhv yazmışam. 12-də. Sustainable nə deməkdir? Davamlı. Davamlı, sürdürülə bilir. Görüb onu götürmüşəm. Burada bir dəqiqə mətndəki mənasına uyğun olaraq yəqin ki, götürülüb. She continues to design sustainable products. Hədəf sürdürülə bilən, davamlı qala bilən məhsullar yaratmağa davam edir. Və məsələn, A variantında unlike anything else bir şeydən fərqli olaraq deməkdir. Bu başqa bir şeydir. Being the only one of its type. Yəni öz növündən tək olmaq. Bu şeydir, uniquedir. Nadir, tək. More than enough. Great in number. Kifayətdən daha çox olmaq. Bu şeydir də çoxalmaqdır da bu şey increase kimi gedə bilər. A lot of. Bu başqa bir şeydir. That has decayed, cannot be eaten or used. Decay nə deməkdir uşaqlar? Çürümək.
Bəli, bu çürüyen bir şeydi ama sustainable şeydir. Sürdürülebilen, davamlı dedik. Bu da uygun gelmir. That cannot be continued. Bak burada cannot be continued at the same level. Can be continued deseydi doğru olardı. Ama deyir ki eyni səviyyədə davam edə bilməyən. Bu da ola bilməz. Deməli onda geriyə qalır Y variantı. Burada ətraf mühit çevrə dostu kimi məhsullardan istifadə edirdi də o nə yaratmışdım mən? Yəqin ki mətn oxumusunuz da. Refrigerator nədir uşaqlar? Refrigerator. Soyuducu. Ama soyuducunu neden hazırlamıştı? O water, sand. Sudur, səndiydi. Bir də neydi Renewable o? ne demekti? Bar renewable, Gün necə? renewable sözü. Su, torpaq, bir də ki, günəş idi o hazırladığı. Bəli, yox mən başqa onu Hər söyleyeyim. o Renewable təkrar emal edilə bilən kimi Bərpa ya da olunan, düzəldilə bərpa bilən bərpa olunan. kimi. olunan, bərpa olunan, tükənən, daha doğrusu tükənməyən. Siz keçənçi alıb baş çalışırsınız. Mən o sustainable sözünü izah edirəm. Vüsal, bir onların tərcüməsini deyirəm. Qulaq asırsan sən mənə? Anladım. Çünki siz mənim telefonumda problem vardı, ona görə oldu elə. 12-ci sualdayım. Hə uşaqlar, deməli burada sustainable, yəni yaxşı şey mənada gedir də, yəni davamlı olan, davamlı məhsullardan daim qala bilən bir maddə kimi gedir. Involving the use of natural products and energy without harming the environment. Görsən, ətraf mühitə zərər vurmadan təbii məhsulların və enerjisinin istifadəsini cəlb edən, təbii məhsullarla da hazırlanan bir şey davamlı qalır da. Məsələn, su davamlıdır, sənd qum davamlıdır, günəş davamlıdır, o anlama gəlir çıxır. Aydındır? Bəli, müəllim. Sonra Valla 11.3'də də səhv var. Onu deyəmədim. 11.3 Ama 11.3'də yəni aha. Cummins inventions are well known. Well known yani məşhurdur. Because they are very expensive. Çünkü onlar çox bahalıdır. Ama deməli the design is very simple and it uses cheap local materials. Burada ise cheap deyir. Cheap ucuzdur. Bununla bunu bir dəqiqə niyə əlaqələndirin? 11.2 11.3. But refrigerators normally use a lot of electricity. Oxuyub nəticə çıxarır. Deyir, soyuducular normal olaraq çox elektrikdən istifadə edir. They are too expensive for many people in developing countries. Və inkişaf etməkdə olan ölkələrdə bir çox insanlar üçün bu həddən artıq bahalıdır. Amma deyir ki, this design is very simple. Bu çox bəsitdir və uses cheap local materials. Ucuz yerli materiallardan istifadə edir. People can even make the refrigerator themselves. Hətta özləri də deyir o soyuducunu hazırlaya bilər. Amma burada nə deyir? Okey, məşhur ola bilər. Amma burada niyə görə səhvdir? Expensive sözünə görə. Çünki Cumminin ixtiraları necədir? Bəsitdir, ucuzdur. Amma burada bahalıdır deyir. Sonra 15-ə baxa bilərik. Orada mən 3-ü götürməmişəm, amma o da çıxıb. 12.4. what natural resources do Cummins products use? Hansı təbii resurslardan istifadə edir? Bu hissədə danışır da. Water, Suyu sand, aslında. water, su, sand, qum, bir də the sun, günəşdən. Cumminin soyuducusundan burada danışır. Hə, bir də ki, uşaqlar 11.3-də burada da deyirdi, is not expensive, bahalı deyil. One container izah edir ki, nədən hazırlanır? This container sits in another container filled with water and sand. Bu qab deyir, digər su və qumla dolu digər bir qabın içində olur. And the sun's energy makes the water in the sand evaporate. Evaporate nədir uşaqlar? Evaporate. Buxarlanmaq. Və günəşin deyir enerjisi qumun içindəki suyu buxarlandırır. Deməli, hansı təbii resurslardan istifadə edir? Water, su, sand, qum və the sun, günəş. Deməli, cavab onda olur C variantı. 15-də nə yazmışdın Fərdə? 3-ü götürməmişəm. Nəyi? 3-ü. When did Cummins design a new refrigerator? Nə zaman deyir? Yeni bir soyuducu yarattı. While she was still a high school student, Cummins designed a new kind of refrigerator. Nə zaman? Lisey tələbəsi
olduğu zaman, ali məktəb tələbəsi olduğu zaman. Yəni Biz when bunu dəqiq cavab axtarmırıq burada. onu deyirəm elə. When sualına when bir də while budaq cümləsi cavabdır. Hı -hı. Aydındır? Yaxşı. Yəni o tələbə olduğu zaman başladı. Bunu planladı, yaratdı. Hı -hı. Aha, burada başqa 17, sual olan 18-ə qaldı. baxaq. Mətndə başqa sual olan qaldı. 14. Cummins was able to design but products for which she got a lot of awards. Award, yəni çoxlu mükafat alan məhsullardan yaradıb. Design məhsullar yarada bilirdi. Mükafat aldığını sonda qeyd edir də. She has won many awards for her designs. Öz, yəni dizaynlarına görə çoxlu mükafatlar alıb. Sən nə yazmışdın, Vüsal? 14'e A. Cummins was able to design a refrigerator made of non-renewable products. Renewable yenilənə biləndir. Non-renewable yenilənə bilməyən məhsullardan deyir hazırlayıb. Amma əksinə renewable resources hansıdır? Bax, they also don't displaces. But deyir ki, she designs useful products. Faydalı məhsullardan yaradır. Cummins products don't use oil, coal or gas. Cummins məhsulları neft, qaz və kömürdən istifadə etmir. Çünki bu məhsullar oil, coal and gas necə məhsullardır? Not renewable, yenilənə bilməyən. Burada isə əksinə deyir ki, 14-də. O deyir, soyuducunu yenilənə bilməyən məhsullardan hazırlayır. Axı orada dedi ki, Cummins products, Cummins məhsulları not renewable deyil. Yəni burada onu xatırladır. Cummins məhsulları water, sand, the sun. Bunlar da renewable'dır, yenilənə bilənlərdir. Belə. İndi qrammatikaya keçək. Qrammatikada kimin səhv var? 17-yə bax. Mənim 17, 18. Müəllimə bir də bir söz soruşum. Ya da mən sizə yazaram. Siz mənə deyirsiniz hansı qrammatik şeylər düşürsə, qrammatikadan hansı mövzular düşürsə, mən onları sıfırdan təkrarlayım. Çünki mənim təkcə səhvlərim ancaq qrammatikada Çox çıxır. past formsdur, passive voice'dir, negative sentence'dir, interrogative sentence'dir, söz önlərdir, bağlayıcılardır. Məsələn, Yəqin ki, o Dimin kitabında olan mövzulardır ancaq. buradan feillərdir, so do I, is do I'dir. Ən çox bunlar. İndi baxaq bura, interrogative sentence. Sual cümlələrində birinci növbədə söz sırasına baxmalıydıq. Sual cümləsinin söz sırası necədir? Necədir? Sual sözü. Birinci sual sözü, Aha. şəkilçi, köməkçi, feil. Mübtədə xəbər. Aha. Sonra yalnız iki sual sözündən sonra birbaşa xəbər gələ bilər. Bunlar da hansıdır? Bu ilə what. Buna diqqət What? edin. Who what'dan sonra birbaşa xəbər gəlsə bu səhvdir. Çünki who what mübtədə ola bilər. Who invited məsələn him to the meeting. Bu doğrudur. Yəni who'dan sonra birbaşa xəbər gəlməsi doğrudur. Çünki bu cümlənin öz mübtədası who'dur. Kim dəvət etdi onu iclasa? Sonra diqqət edirik nəyə? Do, does, did-dən sonra birbaşa feil gəlməz. Bu ipucunu yadda saxlayırıq. Məsələn, deyək ki, desəydi ki, yuxarıdakı cümləni məsələn belə versəydim ki, who did invite you? Who did invite him? Bu səhvdir. Çünki burada did-lə invite, did-lə feil yanaşıdır, olmaz. Ay Allah. Hara getdi bu? Kirə təzdən açılır. Baba, belə gecikdir kompüter. Bir saniyə təzdən açılmır. Ay, fevral açdım çalışım. İndi 2024 açdım. 2023 qəbul. 2023 qəbul.
Hə. E, Hardaydım ben 17'de. Orasını da yazmayayım da bir de yəqin ki o aydın oldu. Bir de neye dikkat edirdik sual cümlelerinde? Bax uşaqlar who'dan, what'dan sonra. Əgər birbaşa xəbər gələrsə o xəbər mütləq tək olmalıdır. Bax məsələn burada 3-dəki səhv nəyə görədir? Go to the city. Bax go-dan əvvəl bus gəlir. Bu cümlədə sualın özü which bus'dır. Hansı avtobus gedir şəhər mərkəzinə? Burada səhvlik sadəcə mübtədə bus təkdir deyə xəbəri də tək olmalıdır. Goes to the city center. Bax 3 ona görə səhvdir. 4-də səhvlik nəyə görədir? Burada əslində sual cümləsində bir problem yoxdur. Have köməkçi feildir, we mübtədadır, mit xəbərdir. Söz sırası pozulmayıb. Sadəcə olaraq inkardan sonra sam olmaz demişik axı. Sam nəyə çevrilir inkardan sonraya? Sonra. Eyniyə. Niyə çevrilir? Haven't we met anywhere before? Görürsüz, əslində sual cümləsinin içinə gətirib əvəzliyi salıb. Ona görə əslində məsələn əvəzlikdir, negativ cümlələrdir. Məsələn, bax negativ cümlələrin içərisində neçə dənə qayda var da. Məsələn, onun içinə gətirib modalı da sala bilər, qısa cavabları da sala bilər, əvəzlikdən də sala bilər, article da gətirib onun içinə salır. Yəni bir neçə qayda qarışıq bir yerdə olur. Aydındır? Elə məsələn 3 ilə 4-ün səhvini bilsək, 3 ilə 4-dən hər tərəfdən 3-ü 4-ə atsaq qalacaq elə 1 2 5. Müəllim üzr istəyirəm. Bir də 3-ü izah edərdiniz də təkrarən. Mən 3-ü də qeyd eləmişəm. Biraz diqqətim yayındı, qulaq asa bilmədim Bax sizə. deyirəm ki 3-də burada əslində deyirəm ki söz sırasında falan problem yoxdur da. Nə 3-də nə də 4-də. Sadəcə bax bu go cümlənin xəbəridir, düzdür? Bəli, Gedir, bəli. gedir. Hansı avtobus gedir? Sənin mübtədən which bus'dır və bus da təkdədir. Mübtədə təkdirsə feil kök halında ola bilməz. Feilin sonuna mütləq s artırmalıyıq. Hə, başa düşdüm. Çox sağ olun. Kök halındadırsa deməli o cəm xəbər sayılır. Bir də ki sual cümlələrində diqqət edin. When and what time sual sözlərinə xüsusi diqqət edin. Onlardan sonra heç vaxt have as participle to. Yəni bitmiş zaman formaları gələ bilməz. Bunu da tərs yazdım. Bitmiş zaman formaları gələ bilməz. Bir də ki why ilə başlayan cümlənin həmişə diqqət edin ən sonuna. Sonda nə olmaz? For olmaz. Bu səhvləri edir. Bundan sonra həfəz olmaz, why cümləsi sonunda for olmaz. Sonra hardadır səhv? 18 dediniz. Bəli. Əslində əvvəllər düşürdü. Bu ekvivalent söhbəti artıq mətnin içində düşür. Yəni o tipdə mətnlər çox işləmir. Siz mətndən bir cümləni götürür, deyir the sentence, dırnaq içərisində cümlə implies that. Yəni bu cümlə nəyi bildirir? Bu cümlənin ekvivalentini, sinonimini tap. Amma əvvəllər 2024-cü ilədək belə ayrıca bir sual olurdu. Yəni bir cümlə verir bizə, deyir onun ekvivalentini tap. Yəni bu cümləyə sinonim cümlə axtarırıq. He felt better. Daha yaxşı hiss edirdi. Bağlayıcıya xüsusi diqqət edək. After he read the letter. Məktubu oxuduqdan sonra. Amma burada deyir he felt better. Daha yaxşı hiss edirdi. Adı deyir worse. Pis hiss edirdi. Sonra bax D-də də he felt worse. Pis hiss edirdi. Bu da getdi. Aynen D-ni direkt atdıq. Bax bağlayıcı burada hansı cümlənin önündədir? Read the letter. Bağlayıcı sırf hər zaman özündən birbaşa sonra gələn cümləyə aiddir. Yəni məktubu oxuduqdan sonra. Amma B-də gətirib bağlayıcını o birisi cümlənin önünə atıb. Bu tamamilə səhvdir. Yerini dəyişdirsəydi, desəydi ki, as soon as he read the letter, baş və budaq cümlələrin yerini dəyişdirsəydi doğru ola bilərdi. As soon as he read the letter, he felt better. Okay, bu bəlkə də doğru olardı. Amma bağlayıcını gətirib digər cümlənin önünə qoyubsa, burada belə olur ki, bu cümlənin tərcüməsi o daha yaxşı hiss edən kimi məktubu oxudu. Yəni tərs olucu cümlə. Qaldıq S ilə Y-nin arasında. Burada da fikir verin. After nəyə aiddir dedim? He read the letter cümləsinə. Amma gətirib after'ı hara atıb digər cümlənin önünə. After feeling. Müəllim mən seçmişəm. Bəs bunda onda məna necə olacaq? Eyni şeydə. Sadəcə nə etdi burada? After bağlayıcısını as soon as əvəz etdi. O məktubu oxuyan kimi özünü daha yaxşı hiss etdi. Yox, Y-də bəs necə olacaq tərcümə? Bir Onu daha yaxşı bildim. hiss etdikdən sonra məktubu oxudu. Bax, Hı. həmçinin bağlayıcını tərcümə edəndə bu budaq cümlədə bağlayıcı hansı cümlənin önündədirsə, həmən cümlənin feilinin sonuna artırılaraq tərcümə edilir. Bax görürsən, o məktubu oxuduqdan sonra nə etdim? After həmən feilin kökünü artırıb tərcümə etdim. Anladınız nə demək istəyirəm? Fəridə başa düşdün? Hə, başa düşdüm müəllim.
Bağlayıcı, biz bunları cümlelerin yerini değişe bilərdik. Bu səhv deyil. After here, the latter, he felt better. Amma cümləyə sinonim verəndə heç vaxt bağlayıcını digər cümlənin önünə atmayın. Orada artıq məna tamamilə dəyişir. 19-da bu 19-da ümumiyyətlə bir logical testlərdə diqqətli olun. Yəni burada müsbət ifadə varsa, deməli ardı da müsbət getməlidir. Məsələn, Nick is respected by everyone deyir. Respect nədir? Hörmət edilir deyir. Hər Hörmət et. kəsə hörmət edilir. Amma burada C-də anyways mənfi sözdür. Nə deməkdir anyways? Paxıl. Baxın, sinonimi nə idi onun? Sinonim. Jealous. Jealous of. Bəli, jealous Evet. bəli, sözün üstü də of düzdür. Sonra B-də selfish, negativ. Egoist. Axmaq. Yox, selfish şeydir. Egoist. Who praise herself. A person who praise herself. Only praise herself. Egoist. Razı, egoist insandır selfish. Sinonimi nə ola bilər selfish sözünün? Yazmamışdım bunu. Həm yazmışıq, sadəcə orada bir dəqiqə. Selfish axmaq Axmaq yazmışam kimi. mən. Aa, Bəli, bəli. yadımda deyil, tez inansız kursdan çıxırdım, tez nətər yazmışam. Selfish orada pozun axmaq deyil, egoistdir, özündən razı deməkdir. Sinonimi də self-importantdır. Self-important, elə egoist ola bilər. Belə. Bunlar onun sinonimidir. Sonra D'de serious, ignorant nədir? Cahil. Cahil, yenə get. Uşaqlar saniyələr var. Məncə onu heç kim deməmişdi bizə. Səhv elədin. Mən təzədən link atın, bu bitir. Saniyələr qalıb, bu da onsuz da. Yaxşı.